Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində milad bayramı keçirilib. Qərb bölgəsində yaşayan xristianlar kilsəyə gələrək öz ayinlərini icra edib, kilsədə şamlar yandıraraq sülh, amanlıq diləyilə dualar oxuyurlar. Qeyd edim ki, hər il Qərb bölgəsində yaşayan xristianlar yanvarın 7-sində Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə gələrək öz bayramlarını burada qeyd edirlər. Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün 7 yanvar ərəfəsində, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini bircə qeyd ediblər. Əvvəlcə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə İsa Məsihin dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda 100-dən artıq ölkədə rəsmi dövlət bayramı kimi keçirilir. Pravoslavlar qeyd edir ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt hər hansısa problemlərlə üzləşməyiblər. Сегодня Русская Православная Церковь празднует великий. Bu gün Rus Pravoslav kilsəsi böyük 12 bayramdan biri olan İsa Məsihin miladını qeyd edir. Bu gün münasibətilə mən icmamız adından bütün pravoslav xristianları müqəddəs və şanlı milad bayramı münasibəti ilə təbrik etmək istəyirəm. İsa Məsih dünyaya nur, xilas və ümid gətirərək doğulmuşdu. Mən burada Gəncə şəhərində yaşayan hər bir kəsi İsa Məsihin nurlu milad bayramı münasibətilə təbrik etmək istərdim. Onların ailələrinə nurlu gələcək, dinclik, sülh və əmin-amanlıq, can sağlığı arzulayıram. Ən əsası isə odur ki, ölkəmizdə hər zaman sülh və firavanlıq hökm sürsün. Bugün Patriarx Kirilin, Prezidentimiz İlham Əliyevin və Bakı, Azərbaycan yeparxiyasının rəhbəri Yepiskop Aleksinin təbrikləri oxundu. Bayramınız mübarək, əzizlərim. 2026-cı il İsa Məsihin miladı münasibətilə hamınızı təbrik edirəm. Bugün bizim milad bayramımızdır. İsa Peyğəmbər dünyaya gəlib və biz gəldik qeyd eləməyə. Hər il gəlib belə qeyd edirik. Bayramımız mübarək olsun. Onu da bildirək ki, Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi 1988-ci ildə inşa edilib. Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Gəncə.